Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə bölmənin əhatə etdiyi elmi müəssisələrdə süni intellektin tətbiqi əsasında həyata keçirilən innovativ layihələri, 2025-ci il üzrə əldə edilən nailiyyətləri, nəşr olunan elmi əsər və kitablar əks etdirən sərgiyə baxış olub. İclasa giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, 2025-ci il üzrə əldə olunan nailiyyətləri əks etdirən sərginin fizika, riyaziyyat və texnik elmlər bölməsinin həyata keçirdiyi əhəmiyyətli layihələr, elmi tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr barədə dolğun və aydın təsəvvür yaratdığını, bölmədə fəaliyyət göstərən alim və mütəxəssislərin ölkə elminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. 2025-ci ildə fundamental və tətbiqi xarakterli tədqiqatların əksəriyyəti Qarabağ bölgəsində aparılan bərpa və inkişaf prosesləri ilə bağlıdır deyən akademik İsa Həbibəyli, bu istiqamətdə həyata keçirilmiş işlərin və innovativ layihələrin regionun dayanıqlı inkişafına, infrastrukturun bərpasına və sosial-iqtisadi proseslərin elmi əsaslarla qurulmasına xidmət etdiyini vurğulayıb. Daha sonra AMİA'nın vitse-prezidenti, Fizika, Riyaziyyat və Texnik Elmlər bölməsinin Elmi Şurasının sədri, İnformasiya Texnologiyalar İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev sözgedən bölmənin 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyət haqqında hesabat məruzəsini təqdim edib. Müasir reallıqlar kontekstində Azərbaycan elmində həyata keçirilən islahatlardan söz açan akademik Rasim Əliquliyev qeyd edib ki, bu proses ölkə üzrə elmi fəaliyyətin daha səmərəli təşkili, optimallaşdırılması, stimullaşdırma mexanizmlərinin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəyə transferi məsələlərini əhatə edir. Akademik Rasim Əliquliyev bildirib ki, 2025-ci ildə fizika, riyaziyyat və texnik elmlər bölməsinin ölkə üzrə əhatə etdiyi elmi müəssisələrdə 7 elmi istiqamət üzrə 33 problemə aid 101 mövzuya dair 259 tədqiqat işi 89 mərhələ aparılmış. 34 mövzu, 173 iş 89 mərhələ tamamlanıb. Bu tədqiqatların nəticələrinin 104-ü bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib. O, ötən il ərzində qəbul edilmiş mühüm qərarlar və görülmüş işləri diqqətə çatdıraraq vurğulayıb ki, AMİA'nın 80 illik yubileyinə hazırlıq tədbirləri çərçivəsində bölmənin elmi istiqamətlərinə, xüsusilə də rəqəmsal transformasiyalar, süni intellektin tətbiqi ilə bağlı tövsiyələr hazırlanaraq AMİA Rəyasət Heyətinə təqdim edilib. Bundan başqa hesabat ilində İKT sahəsinə aid olan müxtəlif strategiya, proqram, saziş, müqavilə və s. rəsmi sənəd layihələrinə ekspert rəyləri verilib. Vitse-prezident bölmənin əhatə etdiyi elmi müəssisələrin Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramları, strategiya, yol xəritələri, fəaliyyət planları və s.'nin həyata keçirilməsində fəal iştirak etdiyini bildirib. Həmçinin hesabat il ərzində fizika, riyaziyyat və texnik elmlər bölməsinin əhatə etdiyi elmi müəssisələr patent almaq üçün 19 iddia sənədi verib. 7-si respublikada, 4-ü xarici ölkələrdə olmaqla 12 patent alıblar. Daha sonra hesabat üzrə müzakirələr aparılıb, akademiklər Arif Əşimov, Əli Abbasov, AMİA'nın müxbir üzvləri Əmin Ağa Sadıqov, Namiq Cəlilov, İslam Mustafayev və texnik elmlər doktoru Elxan Səbziyev çıxış edərək fikirlərini bildirib, hesabatları qənaət bəxş qiymətləndiriblər. Müzakirələrdən sonra AMİA Rəyasət Heyətinin qərarı ilə Fizika, Riyaziyyat və Texnika elmləri bölməsinin 2025-ci ildəki elmi və elmi təşkilatı fəaliyyəti haqqında hesabata təsdiq edilib, əldə olmuş mühüm nəticələrin AMİA'nın illik hesabatına daxil edilməsi qərar alınıb. Sonda çıxış edən AMİA rəhbəri bildirib ki, ümumilikdə bölmənin fəaliyyəti 2024-cü illə müqayisədə daha da inkişaf etmiş. İmpakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayında artım müşahidə edilmişdi. Bu tendensiya isə müasir dövrdə dünya elminə inteqrasiyanın əsas göstəricilərindən biridir. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.